Bu günlər mən fəxr edirəm ki, Cəbrayıl torpağına gəlmişəm. Bayaqları müəllimimiz dedi, biz nə qədər savadımız varsa onlardan öyrənmişik. Amma bu sözün kökü var. Bir neçə haqq aşıqları olubdu. Onun biri də Dirili Qurbani olubdu. 81-ci ildə mən qəbrini ziyarət eləmişəm. Ələskərdən də deyə bilərəm, Şəmşirdən də deyə bilərəm. Amma Cəbrayıl torpağına gəlmişəmsə, Qurbanidən mən şeiri deyəcəm, bu sözlərini deyəcəm. Bir də məni bura gətirən, üzr istəyirəm, oğlumla mən Aşıq Sahib Kəlbəcəri, İsmail Kəlbəcəri əzim qəlimi almışlayıram. Bu da bu kəndin elə olurdu. Ürəkdən bir əzim müəllimi almışlayaq. Şəxsən nə qədər polis işləyirdi, o pagondan istifadə eləməyirdi. Oğlu belə olar, səni verənə qurban olum. Dağdan nə qalmışam, yetişdi adıma. Özünü Xeybərə yetirən Əli. Adam Zülfüqarı çəkən qabağına dinsizləri dinə gətirən Əli. Neçə il Zülfüqar nə yerdə qaldı? Neçə min ənbiya səndən dərs aldı? Özündə niqabı bir ərəb gəldi, özü öz tabutunu götürən Əli. Mənim ağam Köfsər Saqidir. Möminlərin yeri cənnət bağıdır. Qurbanini bugün müşkül sağdı. Cəmi müşkülləri bitirən yani. O canavar həmişə körməyiniz olsun. Baxçınan fələyin rüzgarına. Əyyəm xoş geçəndə dövran gülərmiş. Gel kubarlan özge varına, bahçe bar verəndə bağdan gülərmiş. Bir baktın yatıban, bir uzalanda. Külay tərlan olmuş sağır, ortalanda. Bir misal deyərlər kurt qocalanda. Tülkü meydan açar, dövşan gülərmiş. Qəmlənmə, Kərəm kanı var. Ədalət hakimin haq divanı var. Bu çarxı fələyin nərdivanı var. Yenən ağlayarmış, qalxan gülərmiş. Allah da heç kəsi yendirməsin. Kəndi görəndən və rızanı sözləri yazılır. Kəndin hər nemətdən yenə var payı. Qayanın kəkötü dağın qar payı. Uzanır yaptığım çəmən çarpayı. Ne yaxşı görüşdük, ne yaxşı yenə. Bu da yəhərləyin bindiyim bozlaş. Fevrəl ayın tam yapı tablaş. Ha ömrümün ləzzəti akəhlə damdaş. Ne yaxşı görüşdük, ne yaxşı yenə. Əzəldən yamadı əllər. Meylədir yarpıda, umadı əllər. Ay quzu otaran balazı əllər. Ne yaxşı görüşdük, ne yaxşı yenə. Ne yaxşı görüşdük, ne yaxşı yenə. Hörmətli Məclis Əli, Qurbani deyir ki, fələk, sənlə əlləşməyə bir qabil meydan olar. Tut əlimdən, fürsət sənin, kaş belə ehsan olar. Gəlmiş idim, mürşidimə, dərdimə dəva qıran, nə biləydim, mən gəlincə, xaç ilə yeksan olar. Xarabalığa gəlmişik, xarabalıqda
saz səsi var. Saz Türkün ruhudur. Mən sizdən xahiş edirəm. Bu sazı bura gətirənə də, bu sazı burada ifa eləyənə də qurbanını bu sevgi ilə ifa eləyən, dilə gətirən sənətkarların hər birine gözəl alışlar gəlsin. Xahiş edirəm. Var olun, sağ olun. Yine Qurbani adır alçaq dağdan duman qalxır. Dağı dolana dolana, göy üzünü alar buludma dolana dolana. Kimi ağa, kimi nökər olan cafa çəkər. Bülbül ağlar, qan yaş tökər bağı dolana dolana. Qurbani bugün burada çatdı. Canan geldi, buradan öptü. Nevat geldi. Azman sana yetti, sağı dolana dolana. Söz vereyim diyene İsmail'le.
Allah şəhidlərimizə rəhmət eləsin. Qanlarımızın can sağlığı. Onların sayəsində. Kimi
Teşekkür ederim. Var olasınız. Teşekkürler. Çok sağ olun. Mən özümü xoşbəxt hiss eləyirəm ki, bugünkü məclisin iştirakçısıyam. İnan ki, elə vaxt gələcək ki, insanlar, burada olan iştirak eləyən insanlar deyəcək ki, o məclisdə iştirak eləmişəm, xatirələrini danışacaq. Çünki 30 ildən sonra, 33 ildən sonra ən böyük sayda iştirak eləyir kəndçilərimiz bu kənddə. Özdə necə xaraba qalmış bu kənddə, xarabalığa çevrilmiş bu kənddə bu cürə sevinclə, şadiyanalıqla iştirak eləmək çox böyük şeydir, çox böyük. Allah təşkilatçıların canını sağ eləsin. Allah şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizə can sağlığı versin. Onların sayəsində bugünkü görüş baş tutub. Çox böyük şeydir. Sağ olun. Diyelim bütün sözlere şer için koşullar. Ulan sen de razıyım. Bugün kendine söz verdiğimizin birliği ifade olmalı. Kendimizin birliği ifade olmalı. Bu bakımdan çok hoş ki biz bir yarışmışız ve bunu pozitif şekilde bir ama biz aslında böyle olmamışız. Bizim hem o günleri aslında yaşamamışız. Ne kendine gittik, ne yola çıktık. Yaşlandı ömrümüz, ne hala çıktık. Gündemin arzuya, hayala çıktık. Bir emelli ömür yaşamadık ki. Asıl ilk dünyanın arşınlarından, bize tuşlanan kurşunlarından, bezlik oyunundan, yağışlarından bir emelli ömür yaşamadık ki. Ya uzağa düştük, yakına gittik. Bakmadı soldan, sağına gittik. Koşulduk kütleye, akına gittik. Bir emelli ömür yaşamadık ki. Hayatın üç yüzü boz imiş diyorduk. Yaxşılık bilmez, söz imiş gördük. Günahın urvası toz imiş gördük. Bir emelli ömür yaşamadık ki. Böylece bir ömrü başa getirdik. Torpağa şun çektik, taşa itirdik. Haşa yaxşılardan, haşa itirdik ve emelli ömrü yaşamadık ki. Yer gelmişler Oruç Əskəroğlu'na teşekkürler. Benim özümde haberim olmadı. Bunu Facebook sayfasına götürüp paylaşıp, daha doğrusu YouTube'da paylaşıp, öz sesiyle okuyup paylaşıp. Ondan sonra ben başka dostum onu başka bir şekilde ifade ediyorum. Herkese teşekkür ederim. Bu yazmayan ruhum da kendine bağlı, daha doğrusu kendisliğine bağlı, yerine yüzüne bağlı. Sonra onu kavuşmalı. Hamımızı bir daha birliğe çağıran bundan sonra kendimiz bir olsun, bir yerde hemşe sağlam olsunlar, böyle hoş günler komşu geçsin. Lan oğlum, hamdolsun Allah, teşkil etsen de buradan da ben de dolandı bade Sağılmaz mısın aşkınla dolandı bade
ömrümüz hasretim eyleriye geçsin baden. Ömrümün arzusu bir sevgisi var kalbinde. Çünkü bülbül gülün eşkiyle gelir feryada. Ad kalan alemde hakikattir bu. Ad kalan alemde hakikattir bu. Meyvesiz biraz elbette gider tez bade. Ay başka bir zevk vardı. Başka bir zevk vardır bir ata sağken özü. Atalık hakkını ifade eder evlada. Kardeşimi bundan artık ne güzel arzum olar dünyadan ayda baysan. Sebep var bu ziyafette, sebepsiz de değil. Gelmişiz biz buna şadlıkla mübarek Bahtiyar olman iste halkın hemişe. Korkma vahid, korkma vahid, eller sen salacaktır ya da aman aman ay aman aman ay canım aman ay da koca kartalına gezirsen, koca kartalına gezirsen, dalar boynunda boynunda. Tutacağım boyunca tut yemeden, ne görüp karşımadım doyunca. Ay gelir gelir, yaşa gelir gelir.
bir tarafımız Şəmkirdir. Şəmkirdən gələnlər də var. Bunlar da deyir ki, biz Şəmkirdən bura gəlmişik, biz oynamırıq. Burada olar bir Şəmkir. Hani ölmüş? Ləşür bir. Hani Nizam müəllim də söz verəcək burada da. Dağların qoynumda yaranmışam, hər yerdən duran qıraqlar gəlir. Hər yaramışdım, əzəldən öyle, dünyasın sonra xəzanlar gəlir. Hər yaramışdım, qəfər qular, hər yerdən bura qonaqlar gəlir. Kimsə yurdumun iki yazar, burada qələm çalmış təbiyyət əlir. Bizdən güməsin eller güzeli, bu güzel diyarda vadi. Beşer yaramıştım ezelden böyle, duyuyorsan sonra kazanlar gelir. Beşer yaramıştım ezelden böyle, duyuyorsan sonra. Hediyeler şarkıları bulutlu oldular. Ama vurma tepeceğiz. Şarkılar böyle olur.
deyirəm. Səni deyirəm, səni deyirəm, səni deyirəm. Qonaqlarımız çox dəyərimizə məmnun. Qıraqdan gələnlər də var. Hamısı sözünü də deyəcək. Amma istəyirəm, Bərba o deyir ki, o bəzən deyirlər ki, tərəfkeşlik edirsən. İstəyirəm mənim oğlu bir mahnı oxusun, ondan sonra. Mən səndən xahiş edirəm. Çox xahiş edirəm. Mütləq sənin oğlunu oxuyacaq, biz onu dinləməyə borçluyuz. Çünki varisliyi görəcəyik. Hatta mən bir xahişim var. Bu xələvli, bünövrəsi çobanlıqdır. Gör, qara zurnada bir çoban bayatı var, əvvəl onu ifa eləsin, sonra sənin oğlunu oxusun. Sonra Anar qardaşımız da gəlib bugün buradadır, o da oxuyacaq, o da sinifdəndir. Çoban bayatı, sonra Əli bir mahnı oxuyacaq. Bu kişini qiymətləndirin, 5-dən 3-dən verin, tamam mı? Belə sonra çalan tap verirsiniz, arkadaşlar. Sultanlar 30 yıl bundan qabaya buradan bir gitmiştir. Şükür ayaklar açılıb yolu dağlar, yolu dağlar, yolu dağlar. Ahırında da
Generatoru dəyişmək lazımdır, ay Fikrət. Eşk olsun dedi, teşekkür. Çoban tayfası, çoban dilinde var. Bundan şair dili yok. Sağ ol. Generatoru dəyişə sonra. Çık stolun üstüne hele çek. Oyun yok. Kardeşler hoş gelmişsiniz. Sağ ol, var ol. Allah sen de var etsin. Allah sana sağ olasın. Sen de bir vətənpərvər, bir Cəbrayil'in döyüşçülerinden biri olan bir kardeşimiz, operatorumuz. Yani həmişə işıqlandırırsan. Allah sana sağ olasın. Allah seni var etsin. Bugün günde biz yani burada fərqi yoxdur. Maşanlı, Mərcanlı, Zəngilanlı, Xələfli, yani biz hamımız birliğimizi bildirdik, göstərdik, gəldik bir yerdə olduq. Birbirimizə həmişə dəstək olduq. Böyündən beri həmişə birbirimizə dəstək olaq. Var ol, Allah səni var eləsin. Allah səni var eləsin. Allah elimizi, obamızı qorusun, əziz qardaşım. Çox gözəl. Bugünkü gündə Dağ Xələfli deyik, Dağ Xələfli deyik. Dağ Xələflidə bugünkü gündə Gelin bəli. Gözəl bir tədbirdir. Çədəkəndən Marif də gəldi. Allah bizi sağ olsun. Komandirimiz, gözəl komandirimiz. Gözəl insan çəkət, biri var. Sağ olun, məlim qolunlar olsun. Bugünümüzə şükürlər olsun. Allah bu sevinci bizə yaşadan şəhidlərimizə Allah salam olsun. Allah qazilərimizə də, veteranlarımıza da, xalqımıza da gözəl günlər. Nə ağraclarımız var, yerdə qalsın. Bugündən belə xalqımıza xoş günlər, gözəl günlər. Həmişə bu kəndlərə, xeyirişlərə gəlir. Amin. Allah müzəffər ordumuzu qorusun. Amin. O gün olsa elə bu Xələfi cəmaat tezliyə köçsün kəndinə. İnşallah. Elə olsa bir ayağımız burada. Bu kəndə də Heç Xələflər mənim qədər bura gəldi. Elə mən bir ayağım burada, daha belə deyil. Olsa sənin bir ayağın var. İslam öpürəm başına. Sağ ol, var ol, Allah köməyin olsun. Allah Taala Kişini çəkinən. Allah canını sağ Allah olsun. Taala bizi var eləsin. Bizim elimizi, obamızı var eləsin. Mən bugünkü gündə çox şad oldum ki, yəni Xələflinin belə bir gözəl bir tədbirində iştirak elədim, sağ olsunlar. Yəni dəvət alıb gəlmişəm mən bura. Dəvətsiz gəlməmişəm, dəvət alıb gəlmişəm. Sağ olun, çox sağ olun. Təşəkkür. Qardaşlar, Amin. Təmiz həlaqlara çatır, güləşəndə fürsət tapır, nəfəsini dərəndən qoyur, nəfəsini dərəndən çayaqda yaxşısına. Bir sevdəmə düşəklər, eşq olmadı, düşəklər, çaksın yaşəklər. Durma gözün nazlı ceylan genç hacmetin. Vay esnaf, var ol, elin kolun var olsun. Çok sağ ol, Allah sana salamat eləsin, yüreğinde ver. Sağ ol. Yaxşı yarı bilirsin, yaxşı yarı Sağ ol kardeş, sağ ol.
Çok sağ ol, var ol. Bizim uşaqdır. Allah saxlasın. Seyxançıdır, Seyxançı. İslam çok sağ ol. Ha maşallah seni salamat eylesin. Sağ olun, çok sağ olun. Teşekkür. Salamat kalın. Allah razı olsun. Çok sağ olun. Çok sağ olun bacım. Bir şey getirelim. Hardan vurdun? Boş yer olan var aslında maşında. Babana vermişsen maşını. Bakın maşında boş yerim var. Gelirim kardeş, gelirim. Sağ ol. Hemen her işte destek edin. Çəkdim hadi ya. Ev yoxdur inşallah gələn təqdirdə çəkdirər. Yaxşı. Allah razı olsun. Ha qardaş, xoş gördük. Bax tapıb gələmirəm mən sizin yanınıza. Allah can sağlığı versin. Allah bu yerimizi obamızı korusun. Şükür, bugünümüzə şükürlər olsun. Yəni gəldik, Ərəfli kəndinə. Allah kəndin cəmaatını da var eləsin həmişə. Həmişə xeyir işlərə gəlir. Allah təala nəsib eləsin, tezliklə köçək gələk, yaşayaq. Gözəl vətənimizdə, kəndimizdə. Bu sevinci bizə yaşadanda şəhidlərimizlə, Allah cümlə başda şəhidlərimiz olmağının hər birinin məkanın cənnət eləsin. Allah sizdə var eləsin ki, bunu qeydə alırsınız, xatirə kimi bandırı saxlayırsınız. Çox sağ olun. Sənə də təşəkkürümüzü bildiririk. Sən də əziyyət çəksən, əziyyəti halal elə. Çox sağ olun. Allah Rabil qardaşım da canı sağ eləsin. Çox əziyyətlər olub. Qardaşımızın da bir şey təşkil edənlərin Allah hər birindən razı olsun. Allah hər birinin köməyində olsun. Çox gözəl keçdi, yüksək səviyyədə. Allah hər birindən razı olsun. Sağ olun. Bravo. Ne hukuk yaratılır ha. Salamat kalın. Salamat kalın. Sağ olun kardeş. Allah canını salamat eləsin. Bizi həmişə bu eldə, obada var eləsin. Teşekkür. Verin qabağa bu maşın bəri keçir. Havala denen versin qabağa. Çek, çek. Çek, bu esas bu borçludur. Çek sana kurban. Sağ ol kardeş, Allah bana eylesin. Sağ ol, hürmetler, sağ ol. Evet, sağ ol. Allah kemer. Nasıl tutuyorum, nasıl tutuyorum? Çok sağ ol, çok var ol. Allah razı olsun. Limon getir. Videoya düşmemek için verende değil. Videoya düşmemek için verende değil.
da söz verək, ondan sonra yığışdıraq, olar mı? Qazilərimizə. Deyirlər ki, gəlsinlər, qoy gəlsinlər. Qazilər gəlsin. Salam Ayıloğullar, salam ay cəmaət. Hamınızla bir görüşmüşəm. Kart kim itirirsə yaxınlaşdım bura. Bank kartı kim itirirsə yaxınlaşdım bura. Bu başqa kətlərdə olmuşdu. Bizim də bu xələfli cəmaətin içində belə söhbət oldu ki, biz deyə bilərik. 3-4 nəfər dedi ki, ola bilər, tək. Onunla da söhbət dayandı. Bir 10-15 gündən sonra mən başladım, bu siyanı yazdım, şükür Allaha. Bu siyanı tərtib elədikcə insanlar çoxaldı. 4 nəfər idi, oldu 300 nəfər. Sağ olsun xələfli cəmaəti gələnlər də, gəlməyənlər də, qonaqlar da oldu. Hamısından Allah razı olsun. Burada da çox adamın əziyyəti var. İndi Əlirza müəllim dediyi nə qədər insanlar əziyyət çəkib, tabi bir çəkmirəm. O çay qaynadanlar gecə yatdı burada, gündüzdə çay qaynatdı. Yəni bir belə bu işləri görənlər, Allah hamısına razı olsun. Şükür Allah'a ki, o 3 ildən sonra gəldik belə görüşdük. Yəqin ki bir savaba yetdi. Bəzi günahlar da oldu, Allah bizi bağışlasın. Çalışıb o günahlardan uzaq olmaq lazımdır ki, bir də burada yaşaya bilər, bir də davam elə bilər. Allahın dediyi kimi yaşayaq ki, Allahın da bizə yazığı gəlsin. Allah şəhidlərimizin ruhunu şad eləsin, qazilərimizə kömək olsun, dünyasını dəyişən qazilərimizə Allah rəhmət eləsin, Allah cəm ölənlərimizə rəhmət eləsin. Buranın elə insan oldu ki, işğaldan azad olandan sonra gəlib görə bilmədilər. Çox yəni kədərlidir. Mən də indi videoda düşüb, mənim adım Oruçdur, bəzi adam deyir kimdir? Oruç əskərlik, xələfli sakiniyəm, əskər kişinin oğluyam. Allah hamımızdan razı olsun, cəm əziyyət çəkənlər, gələnlər, Allah sizi var eləsin. Yenə deyirəm, Allahımızı unutmayaq, Allah dediyi kimi yaşayaq, Allah bizi şəhidlərdən ayrı salmasın. Allah Teala bizi şəhidlərə layiq yaşamaya qismət eləsin ki, o gözəl, o uca bir məqamdadırlar onlar. Biz də onlar kimi Allah'ın o dediği Sirat Köprüsündən keçə bilək. Sağ olun, cəmi əziyyət çəkən aşıqlar da, ondan sonra cəmi nə qədər əziyyət çəkən var. Hamımızdan, kamera çəkənlərimiz, şəkil çəkənlərimiz, Allah hamımızdan razı olsun, çox əziyyət çəkdiniz. Şükür Allah'a ki, yekunlaşdıra bilirik. İndi qazilər danışacaq inşallah. Allah hamımızı var eləsin. Gələn dəfə belə bir görüş olsa, bəzi o çatışmazlıqlar inşallah düzələcək. Ay Zahid, buyurun, xahiş edirəm. O qazilər buyursun, ondan sonra. Böyünlər həqiqətən də xoş gördük. Böyünlər xələfli cəmaəti öz yerində, öz obasındadır. Bizə bu günü yaşadanlara biz borçluyuq, şəhidlərimizə borçluyuq, hərbçilərimizə borçluyuq, qazilərimizə borçluyuq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimiz, hərbçilərimizə Allah qorusun. Sağ olun, var olun. Ən xoş gündür, həqiqətən mən sevindim. Düzdür, bəlkə də xələflər mən qədər bura gəlməyib. 2 ildir mən bu yolu ölçürəm. Hər gün gəlirəm, sana qurbandım xələflər. Yox, mən hər gün gəlirəm. Hər gün yox, hər gün dəyənmərəm. Ayda 1-2 dəfə keçirəm burada. Cəbraylı Kəlbə Yəni ziyarət elə, düz gəlib Sirikdən çıxıram. Buradan gəlib girirəm, Sirikdən çıxıram. 2 ildir yaşayıram mən. Ordu babadan T'yə qədər. Yox, mən başlasın deyim. Yaxşı, sağ olun, var olun. Tamamdır, yaxına gel qadın. Yarış başlayır. Bugünkü çox sağ olun, tədbirin təşkil olunub keçirilməsində əməyi olan bütün insanlara öz təşəkkürümü bildirirəm. Bugünkü tədbirdə, gözəl günümüzdə bizim canımız, ciğerimiz, Qarabağ qaziləri də bugünkü gündə qonağımız olmağı bizim üçün ən qürurverici andır. Bəli, Allah sizin canınızı sağ eləsin, Allah ömrünüzü uzun eləsin, Allah sizə şəfa versin, xeyir işlərinizdə iştirak eləyək, belə gözəl görüşlərdə iştirak eləyək. Yəni, sizin haqqınızda nə desək azdır. Yəni, təbii ki, azdır. Ona görə də bugünkü gündə nə deyiriksə, yəni sizin bugünkü durumunuz həyatda, sağlamlığınız haqqında, yəni sizin bugünkü gündə çiyin-çiyinə bizimlə bərabər bu tədbirlərdə iştirak eləməyiniz bizim üçün böyük fərq. Sağ olun, var olun, minnətdarıq, Allah canınızı sağ eləsin. Yenə də bizim tədbirdə iştirak etdiyiniz üçün hər birinizə öz minnətdarlığımızı bildiririk. Cəmaət sağ olun, var olun. Allah əziyyətinizi yerdə qoymadı. Təbii şəraitə imkan verdi. Bugün məclisinizi başa çatdırdınız. Bu əziyyəti çəkənlərin hamısının qarşısına baş əyirəm. Əlim çatan hərdən bir səs atırdım. Amma bu əziyyəti çəkən biri mənim
mamam nəvəsi var. Mənim bir də bu kirvələrim, qardaşlar var. Və bir də bərabər yenə bizim də bu əzizlərimiz, bu qazilərimiz gəlib bizimlə burada bərabər durub. Bu məclis, bu xələflidə bütün o qürbətdə, toyda o yaz olsun ki, o gələn yaz olsun ki, toy eləyək. O toylarda olan o şirinliyin, sevincin içindəki olan acıların hamısı bu toy çıxartdı. İstəmirəm qızıl sütunlu saray, dağılmış evimi, kəndimi verin. Təzədən dağlara salmağa haray, ötdüyüm bərəni, bəndimi verin. Dağılmış evimi, kəndimi verin. Anamın izinə qoyun başımı, qaytarım xəyalan ötən yaşımı. Basım qucağıma öpüm daşını, o xələt birimi, cəddimi verin. Elə hey yurt deyib yazdığım daşı, qədim qəbirlərin 1000 illik yaşı, haracan axacaq gözümün yaşı, yerimi göstərin, həddimi verin, dağılmış evimi, kəndimi verin. Ömrümün 30'u çıxdı əlimdən, bir kərə düşmədi yoyuz dilimdən, qürbətin yükünü alın belimdən, o vaxtki duruşu qəddimi verin, dağılmış evimi, kəndimi verin. Cəmaat sağ olun, var olun, tədbirimizi başa çatdırırıq. Allah sizi var eləsin, növbəti ildə burada yenə görüşmək şərtilə. Əgər mənim can ciyərim əlinizə söz versək, məclisi qaytarın geri. Öpürəm səni, öpürəm səni. Oynasınlar, oyna. Bir abiyle qutaram. Yəni mənim bəyərizamın dəryanı qabağında dayana bilməyir. Yalnız mənə qalan təşəkkürdür. Açığı, gəlimdən gələn sözdə nədir? Muxtar nə olardadır? Yaxındadır, görün. Zülfüqar, Rabi, bir səs eləyin görün bura. Açığı mən deyirəm. Mən bu gündən sonra Əleyman sizə deyirəm, Həşim, Araz, məndən Rüfət, adı kim istəyirsiniz adını yada salın, xahiş edirəm. Hamı Zülfüqarı çağırdım da birinci olarak Zülfüqarı çağırdım. Mən bu kəndin adından demək haqqım olmasa da öz payıma düşən qədərindən deyirəm, buradan yediğiniz çörək, buradan ananızın döşündən əmdiyiniz süt, halalınız olsun. Size teşekkür ederim. Var olun. Ve bu kendin bundan sonraki yolu sizi çok gözleyecek. Bircə məsələni deyirəm. Bircə məsələ yaxşıma xahiş edin bir dəqiqə. Çok ayış olur. İlqar, İlhan. Qardaş. Bir də xanən də xahiş edirəm. Bircə məsələni deyirəm. Burada bayaq bir balaca üstü örtülü mən toxundum o məsələyə. Bu kənd üçün nə iş görsəniz, sinanızı belə qaldırıb, başınızı yuxarı tutmayın. Əgər onu eləməsəniz, başınızı aşağı tutub, yenə bu yolu davam elətdirsəniz, gələcəkdə bu dünya heç kim üçün əbədi qalan deyil. Ad qalır, san qalır, ləyaqətli ad qalır, hər adsan yox. O xələf biri var ya orada, eşitirsən, Şirvan qəbri var ha. Ona görə bu adlar qalır ki, onlar başları yuxarı tutub, burnu yuxarı tutub, cəmaatı ayağının altına qoymaq istəməyib. Nə qədər başınızı aşağı tutub, bu elin yolunda zəhmət üçün özünüzə fəxr bilsəniz, boş bilsəniz, gələcəkdə məzarınız ziyarət yeri olacaq. Mən sizə deyirəm, Allah hamınızı qorusun. Əjdər müəllim, sana təşəkkür edirəm. Zahid, Allah sizi var eləsin. Bura çoxlu adamlar dəvət olunmuşdu. Siz gəlib çıxmışsınız. Mən sizə deyirəm, bu yerin adamları 1% olsun, ondan ötürü Həşim, ehtiram göstərəni unutmur. Dədə, gəldin orada necə söhbətlər elədik. Mən sizə deyirəm, ilk gündən Zülfüqar, Həşim, ikiniz Allah şahidisiniz. Bu iş başlayan gündən mən sizinlə bir yerdə olmuşam. Pul üçün, borca xərcə də düşsəm, demişəm ki, nə lazım eləyərik. Zəhmət də olsa nə lazım eləyərik. Yolda qoymaq. Mən sizə yalnız heç bir köməyim dəyməyim. Amma qıraqdan baxmaqla fəxr eləmişəm. Yolunuzda davam edin.
Yolunuzda Allah sizi korusun. Allah sizi korusun. Rabil Aleyman. Ben ürəklə deyirəm. Araz, açığı deyirəm. Bu Əjdər müəllim deyir, düzdür. Deyir, mən səni çox istəyirəm. Mən səni bu qədər bu yurda bağlı olduğunu bilmirdim. Çok sevindim ve fəxrləm. Allah korusun. Sağ olun, bir hava ilə danışsın. Bir hava ilə, bir qəşəng ağır hava ilə də bu qazilərimizlə oynayımdan axıracaq. Dağların düşündə bir ulduz kimi gecədə gündüzdə yanır Cəbrayıl. Özünün qəhrəman igid oğlunu Cəmili hər zaman alır Cəbrayıl. Özünün qəhrəman igid oğlunu Cəmili hər zaman alır Cəbrayıl. Hatıracı aziz olan bu gönlü Xanlar toxuyur incədən incə. Bir heykelde yonur Cebrail. Ayrılık oldular gizlice. Baştan bir heykelde yonur Cebrail. Cebrail, Cebrail, güzel Cebrail. Ayrılık oldular yonur Cebrail. Cebrail, Cebrail, yonur Cebrail. Ayrılık oldular yonur Halep. O benim ana köyüm, ay benim ana köyüm, kurbanım sana köyüm, ay benim ana köyüm, kurbanım sana köyüm.
o benim ana gün keçirir dolanır yaş otur insan qocalır uf demir qoca dünyama kadar can qocalar herkesin akıbeti mülkü cehanda belədir yağla sade kesip yağla sultan qocalır çok da fəxr eyləmirəm ki hələ möhkəmdir canı eşqin dimarı olan Bakir'in alan qocalır Bakir'in alan qocalır bugün mən görüşə tələsirəm yanmaya düşürmaya benim kafam gözeyim yanmaya düşürmaya kavuşalım inanırım yardım gözüm benim yarım defalık gelin gözüm gelin gözüme yardım gözüme kendim gözüme Allah böyle eylesin. Gelme, aşağı dönerek. Allah söz deyip gedəcəm. Mən müəllim, ayağın axtarım. Bizim